baxın. Avropa səyyahlarının bir çoxu gəldiyi zaman Türkiyəyə, Osmanlıya gəldiyi zaman, indiki Türkiyə ərazisinə qəribə bir şey var ki, bəziləri deyir ki, bunlar niyə türk adlandırılır? Yəni burada türk yoxdur axı. Və məlum olur ki, bu türk sözü həm də Avropalılarda təhqir mənasında işlənib. Yəni necə ki barbar adı bu gün stereotip olub. Yəni bu gün tarixdə baxırıq barbarlar, barbar bir tayfanın adı olub və digərlərində barbar deyiblər ki, kim bunlara hücum edib Romaya deyiblər barbardır bunlar. Deməli bu ad da, türk adı da yenə də stereotip kimi çıxır orada. Çünki işğal edən, dağıdan türkən kimi Avropada da bu yöndə işlənilir və ona görə Osmanlıya türk deyirlər. Həm də bunun təsiri var ki, Osmanlı bəzi şahları özlərini türk adlandırıb ki, türkləri özünə cəlb eləsin. Buradan da gələn məsələlər var.